Gastropedia ile en çok ses alan obyektlerden bir tanesine, mekanlardan bir tanesine geldik. Burası Arı Mehmet'in Piti Hanası. İnsanların ən çox tövsiyə etdiyi və dad xəritəsinə iş daxil olan bu məkanı degustator olaraq Volkan Uyğunca ilə bərabər ziyarət etdik. Şəkinin bu kiçik pitixanası 1992-ci ildən bəri fəaliyyət göstərir. Amma buranın maraqlı bir hekayəsi var. Məkana adını verən Arı Məmməd əslində Sovet dövründə tamamilə başqa bir işlə məşğul idi. SSR-i dağıldıqdan sonra o ağır böhran illərində hamı kimi o da həyatını yenidən qurmaq məzbuliyyətində qalır. Oğlu ilə bərabər pitixana açmağa qərar verir və hamı buranı Arı Məmmədin yeri kimi tanımağa başlayır. Ona arı deməklərinin səbəbi isə hədsiz hərəkətli və çalışqan olması idi. Bura kiçik, sadə, adi bir pitixanadır. Menyuda sadəcə piti var. Məkanın mənzərəsinə, dizaynına görə yox, sadəcə əsl dadlı piti yeməyə gələnlər üçündür. Məkanda spirtli içki verilmir. Sakit günlərdə özünüz də gətirə bilərsiniz, amma bayramlarda ailələr çox ziyarət etdiyi üçün buna icazə verilmir. Məkan həqiqətən də topladığı səslərin təsadüf olmadığını göstərdi və piti bizim degustasiyadan da tam qiymət aldı. Xəritənin böyüməsi və növbəti məkan ziyarətləri üçün siz də profildəki anketə daxil olaraq öz tövsiyələrinizi yazın. Yenilikləri qaçırmamaq üçün səhifəni izləməyi və tətbiqi endirməyi unutmayın.